Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Bu evdə çıxdı satışa. Bilirsiniz haradadır? Panorama qrupu var, internatın qrupu, yerdə balaca qrupu. Oradan yuxarı asfalt yol qalxır, bax elə yol da asfaltdır, bax. Məhləni bir dənə göstərin. Görürsünüz, bax yolu da asfaltdır. Bu məhəllədə satışa çıxdı ev, bax bu ev. 3 otaqlı evdir, 68 min manata. Fərdi yaşayışdır, yəni bu evi alandan sonra kupça alıb qeydiyyata düşə biləcəyiniz bir evdir. 68 mindən ev sahibi özü endirib eləyəcək. Şəxsi özgəsin tikilmiş evdir, yaşayış evdir. Gəlin içəri. Bax, qapını açdıq, giririk həyətə. Bax, belə bir həyətdir, görürsünüz. Burada həyətdir, maşın saxlamağa burada yeri var. Da belə ağac, bağı-bağatı yoxdur, bax, olan həyəti budur. Bura nədir belə? Burada skladdır, bax, görürsünüz. Bura skladdır, burada yəqin kombinin yeridir. Kombinin yeri. Bəli, ayaqqabı şkafı, ayaqqabı artıq şeyləri yığırlar. Hə, kombi içəridədir. Ayaqqabı artıq əşyalarını oraya yığırlar. Burada skladlarıdır. Burada da xırda gül əkmək üçün xüsusi yer qoyublar. O da həyətin qrantıdır, həyəti əl ucmaq üçün qoyulub. Evimizin də üstü bax belə. Görürsünüz, qabançiklərlə düzəldilib evin üstü. Dəmir raşotkaları qoyulub. Bu da belə navesdir. Bir dənə arxadan navesi çəkin. Bax, görürsünüz, navesdir. 68 min manatdır, qiymətindən mütləq endirim olunacaq. Ev sahibi özü eləyəcək endirim. 3 otaqlı evdir. Gəlin, davam eləyək. Gəlin, zəhmət olmasa siz də gəlin, mən bir şey soruşacağım. Bax, buradan daxil olduq evimizin içərisinə. Evə girən kimi burada mətbəxdir, görürsünüz. Bax, burada mətbəxdir. Mətbəx mebeli, ondan sonra qaz peçi, aspiratoru, aspirator yoxdur, qaz peçi, ondan sonra kamera qalacaq götürəcəksiniz. Kamera sistemi də var, kamera qalacaq. Düşdü kamera. Hə, bax belə, kamera sistemi qalacaq. Jalüz qapısı, pərdəsi var. Qoşadaş, nədir? Kurqavoy qoşadaş deyir. Mətbəxdir bu. Mətbəxdən sonra gəlirik, yavaş-yavaş giririk qonaq otağına. Gəlin bura. Bax, bu qonaq otağıdır. Görürsünüz? Bax, bu qonaq otağıdır. Səliqə səhmanlı evdir. Özəl üçün tikilmiş evdir. Zəhmət olmasa bir dənə oradan da buranı çəkin. Bayaq mən getdiyim yerdən durun, oradan çəkin. Bax. Bax, bu gördüyünüz qonaq otağıdır. Yəni zalıdır. Mətbəxi göstərdim, zalı göstərdim. İstəsiz gəlib baxanda danışında, hansı əşyaları istəsiz ev sahibi deyir, onları da saxlaya bilərik. İndi qiymətdən asılıda görün necə danışacaqsınız, necə razılaşa bilərsiniz. Qapıları da qəşəng qapılardır. Qapılarına baxın. Nəysə, bu qonaq otağını göstərdim sizə. Burada bir yataq otağıdır. Bax, burada bir yataq otağıdır, görürsünüz. Böyük, geniş, səliqəli yataq otağıdır. Təmiri də qəşəngdir, səliqəli təmiri. Düz təzə təmir eləməyiblər, yəni bir xeyli var, amma qopub, ovalanan, belə cırılan yeri yoxdur. Hər şey səliqə səhmanlıdır. Bu yataq otağıdır. Buradan sonra bir yataq otağı da buradadır. Bu da bir yataq otağı. Bu nisbətən, obursa nisbətən bir balacadır. Yəni uşaq yataq otağı kimi adlandırmaq olar. Seks radiatorları var. Kombin hara qoymusunuz? Harada? Hə, orada, hə. Bir dənə sanitar qovşağını da göstərək. Bax, görürsünüz. Sanitar qovşağı da hazırdır. Görürsünüz, bax, şüşə kabinəyə qədər yığılıb. Şüşə kabinəyə qədər yığılıb. Ehtiyac yoxdur. Hə, ehtiyac yoxdur. Gəlin. Gəlin bir dənə bura zəhmət olmasa. Bax, bir də izah edirəm. Saray qəsəbəsində oradan bir dənə çəkin. Panoramanın kuruğu var. Bayırda izah elədim sizə. Panoramanın kuruğundan elə asfalt yol qalxır. Düz asfaltın qırağındadır. Yəni, day sağa dön, sola dön, təpə aşağı gir. Elə bir şey yoxdur. Düz asfaltın qırağındadır. 68 min manata satışa çıxarılıb. Kombi, kuxuna mebeli, radiator, bunlar heç bunlar onsuz da qalır evin içərisində. Amma ev sahibi deyir ki, kondisioner var, kamerası da qalacaq evin içərisində. Bunlar qiymətə aiddir. Ev sahibi deyir ki, bəzi əşyalar var. Məsələn, kondisioneridir. Neçə kondisioneriniz var? 2 kondisioneri var, televizoru, divan. İstəsələr deyir, biraz danışarıq, yuxarı aşağı, əgər əşya qarşılıq da verə bilərəm, belə də verə bilərəm. Sizin özünüzdən asılıdır, yəni qiymətlər razılaşmazdan asılıdır. Fərdi yaşayışdır, mərkəzi kanalizasiyası var, qaz sayğacı, su sayğacı, işıq sayğacı var. Yəni evdə normal, qəşəng, səlqəli evdir. Qiyməti də ki 68 mindən mütləq ev sahibi özü endirim eləyəcək. Allah alanı da satana da xeyir versin. Sağ olun.